Naxçıvan şəhər İcra Hakimiyyətində Konstitusiya və Suverenlik, Milli Qurtuluşdan Zəfərə adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar. Konfrans başlamazdan öncə ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlətimiz səsləndirildi. Sonra Konstitusiya və Suverenlik ilinə həsr olunan video şərh təqdim olunub. Hər bir nahiyyətində onun müzakirə iddialarının dəhrəsidir. Heydər Əliyev müstəqil dövlətimizin memarı, konstitusyon cəmiyyətə malik Azərbaycanın qurucusu. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Konstitusiya və Suverenlik ilə elan olunmasını dövlətçiliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və milli suverenlik ideyasının dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. İcra Hakimiyyətinin başçısı konfransda səslənəcək fikirlərin hüquqi düşüncə tərzinin və vətəndaş məsuliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Naxçıvan şəhər məhkəməsinin sədri Gülnar Səfərəliyeva Konstitusiya və Suverenlik ili çərçivəsində məhkəmə fəaliyyəti və ədalət mühakiməsinin təmin edilməsi barədə çıxış edib. O, Konstitusiyanın əhəmiyyətini vurğulayaraq qanunvericiliyə və ədalətə xidmət etməyin vacibliyini bildirib. Naxçıvan şəhər prokuroru Qalib İsmailov qeyd edib ki, Konstitusiya dövlətin əsas qanunudur, suverenlik isə dövlətin müstəqilliyini ifadə edir. Buna görə də 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiya ölkədə geniş miqyaslı islahatların əsasını qoydu və müstəqil dövlətin suverenliyini təsbit etdi. Çıxışlardan sonra başlayan konfransın birinci panel müzakirəsi Konstitusiyanın hüquqi dövlətin formalaşmasında və milli suverenliyin qorunmasında roluna həsr olunub. Azərbaycan Respublikasının müstəqil dövlətçilik sistemində Konstitusiyanın əsas hüquqi baza kimi əhəmiyyətini, hakimiyyət bölgüsü, vətəndaş hüquqları və dövlət məsuliyyəti prinsiplərinin həyata keçirilməsindəki rolunu əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparıcı məsləhətçisi Turac Əlizadənin moderatorluğu ilə keçirilən panel müzakirəyə hüquq elmləri doktoru, Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi, məhkəmənin sədri vəzifəsini icra edən Şəhriyar Əliyev, Naxçıvan şəhəri məhkəməsinin hakimi Aslan Heydərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov dəvət olunublar. İkinci panel müzakirə zəfərdən doğan milli özünü dərkin, dövlətçilik ənənələrinin möhkəmlənməsinin və gənc nəslin milli ideya ətrafında birləşməsinin əhəmiyyətinə həsr olunub. Panel müzakirəsində Naxçıvan Dövlət Universitetinin magistratura və doktorantura mərkəzinin direktor müavini, Beynəlxalq Münasibətlər Kafedrasının müəllimi Təbrizə Bağırova, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin Sosial Siyasət Komitəsinin sədri Nuray Əliyeva, Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvan filialının direktoru Arzu Qasımov mövzu ətrafında məruzə ediblər. Tədbir bədii hissə ilə davam edib. Oruc Mirzəyev, Atabey Səyyad, Cəmil Məhərrəmov, NTV Xəbər.